Salam hörmətli Neftçi TV izləyiciləri. Bura Sokar Polimer Arenadır və bugün Əvəzedicilər Liqasında komandamız bu meydanda Sumqayıt 2 ilə qarşılaşacaq. Və artıq heyətlərlə tanış ola bilərik. Meydan sahiblərində Sumqayıtda qapını 56 Avtandil Arixov qoruyacaq, 24 Sənan Muradlıdır, 27 komandanın kapitanı Əjdər Hacılı, 67 Murad Rüstəmov, 63 Arif İsrafil Bəyov, 53 Elvin Salıfov və Neftçinin heyəti komandamızda. Qapıda 95 Eldar Babayev'da, 67 komandanın kapitanı Fariz Xeyrullayev, 35 Fərid Səfərli, 68 Nurlan Musayev, 80 Aslan Şirinov, 39 Fərhad Fərhadlı, 54 Nihat Əliyev, 82 Məhəmməd Məmmədli, 57 Mir Şahbaz Şahbazov, 64 Royal Fərzullazadə və 41 Ömər Nəsibov. Baş məşqçi Rəşad Abdullayevdir. Qurbanov meydanda olmayacaq. Fit səslənir. Oyun başladı Neftçiyə. Uğurlar arzulayırıq. Eldar Babayev canlı səddi qurdu. Fit səslənir. Elgün İssaqov zərbə vurur və top keçir. Canlı səddin arasından orada toxunuş var idimi? Yox, olmayıb toxunuş və birinci hissə başa çatır. Fit səslənir və ikinci hissə başlayır. Neftçiyə uğurlar arzulayırıq. Top almağa yaxın oldu. Əjdər sol canaha ötürmə dəqiqdir. Hacılının ötürməsi. Daha bir pas cərmə meydançasına. Əjdər başla zərbə vurur və hamıdan yayındı. Fərid orada Elgün İssaqovla getdi. Əjdəri heç kim tutmadı. Aslan sol canatdan irəliyir. Şirinov ötürmə cərmə meydançasına. Fərhad. Fərhadlı daha bir pas. Mir Şahbaz. Şahbazov. Zərbə gol! Fariz Xeyrullayev kapitan. Bir Şahbaz məhsuldar ötürmə edir. Fariz sol ayaqla topu qapıdan keçirir. 2-1. Qısa pasla başladılar orada və maçın final səslənir.